onu. İlhamın bayaqdan danışdığı həmkarı Fatimə Fətəliyeva yox, Fatimə Kamil qızıdır. Fatimə xanımımız buradadır, gözəl balamız, gözəl qızımız. Çox istedadlı, bacarıqlı, həm də çox gözəl Hind rəqsləri var. Mən bu Fatimədən söhbət gedir. Mən eks həmkarımdan söhbət getmir. Hind rəqsinin artıq neçə illərdir məşğul oluram. Həm də müəlliməyəm, tələbələrim də var. Laureat olmuşam. Mənə də çox xoş oldu ki, İlham bəylə işbirliyim var. Mən deyərdim ki, Azərbaycanın yeganə rəqqas İlham bəydir ki, Hind rəqsini çox gözəl çatdırır insanlara. Mənə də çox xoş oldu ki, onun dəstəyi oldu və o mənlə işbirliyinə razılaşdı. İlham kameramızı fürsət bilib həmkarına təriflər də yaxdırdı. Çox maraqlıdır, istedadlıdır, bacarıqlıdır, Hind rəqsini gözəl oynayır. İlham Hind rəqsləri üzrə festival laureatı Fatimə ilə yeni rəqsini də ilk dəfə bizə təqdim etdi. Yeni, qəşəng bir rəqsimiz olacaq, onu da təqdim edəcəyik tamaşaçılara. Nə deyirik ki, inşallah İlhamın bu yeni duet ortağı digərindən uzun ömürlü olar.